Bəzən uğurun sirri məhz uğursuzluqda gizlənir. Müsahibim Sabit Məmmədov da biznes yolunda yaşadığı uğursuzluqları təcrübəyə çevirərək bugün həm öz işini qurub, həm də sosial şəbəkədə auditoriyasını formalaşdırıb. Hazırda isə növbəti paylaşım üçün çəkiliş prosesindədir. Gələn təmizliklə bu kitab haqqında danışırıq. Bu kitab ən çox bəyənilən. Kitab oxumağı sevən müsahibim sosial şəbəkələrdə daha çox danışdığı hekayələrlə məşhurlaşıb. Kontentlərində şəxsi təcrübələrini, iş prosesində yaşadığı real hadisələri bölüşür. İnsanlar maraqlıdır və onların həyat hekayələri maraqlıdır. Biz də çalışdıq ki, ona uyğun hekayələrimizi çəkək. Və bir gün təsadüfən iş vaxtında başımıza gələnləri danışdıq və bunu sosial şəbəkədə paylaşdıq. Demək olar ki, hər gün cavan uşaqlarla danışanda hamı gileylənir. Bir 5 il hansı işdə bir əziyyət çəkməsə, mümkündür ki, sən onun bəhrəsini görəsən. Bu cəmiyyətin çox xoşuna gəldi, xeyli yaxşı rəylər gəldi və video sayı baxışı daha da çox oldu. Bunu biz başa düşərək başladıq iş həyatında başımıza gələnləri bircə danışmağa və anlatmağa. Bu həm cəmiyyət üçün yaxşıdır və xeyirlidir ki, onlar bizim təcrübəni görürlər, o səhvləri eləməyəcəklər. Həm də bizim üçün maraqlı oldu ki, köhnə günlərimizi yadımıza salaq. Onun biznesi və həyat təcrübələri haqqında videoları izləyicilər tərəfindən maraqla qarşılanır. Sabit Məmmədov deyir ki, hər ideyanın öz vaxtı var. Vaxtında başqa bir bizneslər vardı ki, onları da aça bilərdik. Sadəcə risk eləmədik. Dedik ki, öz biznesimizi daha çox inkişaf elətdirək. Amma hər zaman ağla, fikrə gələn ilk fikirlər həmişə düz olur, onların arxasında getmək lazımdır. Bir müddətdən sonra fikirləşirsən ki, vaxtında eləsəydim daha düz olardı. O vaxt həmişə elə bugündür, sabah deyil. Falan kitabı oxu, imkanlı olacaqsan, sən öz işində düz olsan, yolu düz tutsan, öz yerini tapa bilsən, mütləq ki, sən uğur qazanacaqsan. Əksər uğur hekayələrinin sirri də məhz bundadır. Zamanın düzgün idarə olunmasındadır. Mən məşğul olduğum işlə çox xoşbəxtəm, sevirəm və burada keçirdiyim zaman mənim üçün saat anlamına gəlmir, mənim həyatımdır və burada mən çox səhərdən axşama kimi öz günümü yaxşı planlaya bilirəm. Bunlar hamısı mənə elə gəlir ki, vaxt zamanla insan özü istər-istəməz işini də düzgün planlayır, vaxtında ailəsinə də vaxt ayıra bilir, dostlarına da vaxt ayıra bilir. Amma əlbəttə ki, hər şey insanın öz əlindədir. Biznesin parlamasında da, faydalı kontentlərin təməlində də uğur dayanır. Uğur isə təsadüfi deyil, sistemli yanaşmanın nəticəsidir. Röya Salmanova, Zaur Haşimov, Telesəhər.